şurrahlar yoxdur, hədisi şərh edənlər. Bu cür ehtimal edib, bu cür ehtimal edib, bu deyib zəifdir, bu deyib həsəndir, bu deyib səhihdir, o deyib filan filan. Bu cür şeylər olub, görsənib, şahid olmuşuq, kitablarda var. Amma hədis yoxdur, boş şeydir. Tək Qur'an bəs edir. Belə şey yoxdur, qardaşım. Bu indidir. İndi çıxıb. Və məlumdur nəyə görə çıxıb. Bununla yanaşı, əziz qardaşlar, çox uzatmıram, bir məsələni qeyd edim. Sonda. Necə deyirlər? Səlləmnə cədələn. Səlləmnə cədələn bilirsiniz nə deməkdir? Münaqişəyə xatir razılaşdıq. Quran bəs edir. Güya ki, əhsən. O hərdən münaqişə edəndə deyirsən, qardaşım, yaxşı, sən deyəndir, münaqişəyə xatir. Lap hesab eləyə sən deyəndir. Quran əlimizdə olan, Quran Allahın kitabı bizə bəs edir, orada hər şey var. Razılaşdıq. Hədis yoxdur, lazım deyil, hədisləri qəbul etmirik. Münaqişəyə xatir. Sual. İndi bu, məsələn, Elşad Miri. Belə deyil, yoxsa yox? Hədis yoxdur, Quran. Elşad Miri çıxır verilişlərində, dərslərində, bilirsiniz nə deyir? Gözünüzü açın, ey insanlar. Əlimizdə Quran var. Bəs edir, kifayətdir. Mən Quran deyirəm, siz nə deyirsiniz? Fikir ver. Mən Quran deyirəm, siz nə deyirsiniz? Yəni, Quran. Səlləmnə cədələn. Münaqişəyə xatir razılaşdıq. Tək Quran bizə bəs edir. Sual. Quran hansı dildə nazil olub? Ərəb dilində. Allah subhanahu wa ta'ala Qur'anı ərəb dilində nazil edib ki, başa düşəsiz. Başa düşəsiz deyə ərəb dilində nazil etdik. Ərəb dilində. Elşad. Biraz bundan qabaq dediyim söz var, Quran. Tək Quran bəs edir. Bunu deyən adam sənə Qur'anı oxuyub başa düşməyə icazə vermir. O bilirsiniz nə deyir? O deyir ki, Qur'an yoxdur, əlimizdə olan Qur'an. Mənim başa düşdüyüm kimi başa düşməlisiniz, ey insanlar. Axı biz razılaşmışdıq münaqişəyə xatir, Quranla gedək. Axı sən məni qoymursan Quranla getməyə. Quran ərəb dilindədir, oxuyub başa düşməyə verirsən icazə. Yox, olmaz. Mən deyən kimi. Sən bunu demək istəyirsən bizə? Sən kimə nə deyirsən, qardaşım? Sən kimə nə deyirsən, qardaş?